Məlumat verdiyimiz kimi, bir neçə gündür Ermənistan ordusu təmas xəttində atəşkəsi pozur. Turkistan Az-Qafqaz-Info AZA istinadən məlumat verir ki, atəşkəsin pozulmasının fonunda erməni hərbçilərin təhrik edici və ya intizamsız davranışları da diqqət çəkir. Belə ki, bir neçə gün öncə erməni hərbçinin ordumuza məxsus posta doğru daş ataraq təhqiramiz hərəkətlər etməsindən sonra bu dəfə onlar üzərinə söyüş yazılmış kağızı pişiyə yapışdıraraq postumuzu göndəriblər. Aydın məsələdir ki, Azərbaycan mediadakı bu hərbçini asanlıqla neytrallaşdıra bilərdi, amma təmkinli reaksiya verdi. Baş verənlərin Ermənistan ordusunda nizam-intizam məsələsi yoxsa Azərbaycanı təxribata çəkməyə cəhdi olması da hələ aydın deyil. Bununla belə Ermənistan öz əskərlərinin nizam-intizamına diqqət etməli və bu cür təxribatçıları cəzalandırmalıdır. Əks halda bu cəzanı Azərbaycan özü təmin edəcək. O da məlumdur ki, erməni hərbçilərin sərhəd zonasında nizamnaməyə zidd davranması Azərbaycan əskərlərinə qarşı təxribat xarakterli addımları Avropa İttifaqı missiyasının gözləri önündə baş verir və Ermənistan tərəfi bu varlığı öz manipulyativ məqsədləri üçün istifadə edir. Bu məqamda Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinin Müdafiə Nazirliyinə Azərbaycanla atəşkəsi pozmamaqla bağlı təlimatını xatırlatmaq yerinə düşür. Necə olur ki, hökumət rəhbəri Müdafiə Nazirliyinə rəhbərliyinə tapşırıq verir, ancaq əskərləri bu cür oyunlara əl atır. Bu isə Paşinyanın Ermənistan müharibəyə deyil, sülhə doğru gedir açıqlamasına dair sual doğurur.